gözəlliyini görmək üçün hara gedək sualının cavabını xeyli düşündükdən sonra ani qərarla üz tutduq Şamaxıya. Bu vlogda sizə bir günlük Şamaxı gəzintimizdən danışacağım. Səhər saat 10-da uşaqları da geyindirib yola çıxdıq. Yol üstü gördüyümüz qızılı ağaclar heç ağlıma gəlməzdi ki, uşaqların bu qədər xoşuna gələ. Harada balaca bir ağac görürdülər, deyirdilər ki, saxla, şəkil çəkdirək. Burada Fatih'in telefonunun yaddaşı dolmaq üzrə idi. Mən hara gedirəmsə, əvvəlcədən maraqlı məkanları tapıb araşdırıram. Yaşılgölün adını çox eşitmişdim, amma oranı canlı heç birimiz görməmişdik. Ona görə də fikirləşdim ki, elə gedək Yaşılgölə. Düz gölə bir 10 kilometr qalmış yollar çox çətin və keçilməz idi. Hətta burada yaxınlıqdakı kəndin adı da Keçmədim kəndi imiş. Deməli, viz göstərir ki, gölə cəmi 4 kilometr yol qalıb, amma 40 dəqiqəyə çatacağız. 40 dəqiqə, çünki o gölə çatmaq üçün